Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Tevhid kitabından Şeyh burada bab açır. Deyir ki tevhidin fəziləti və onun günahlara kəfarə olması. Yəni tevhidin fəziləti və onun günahlara kəfarə olması. Yəni burada iki dənə iş var. İki iş var. Buradan birincisi şeyh gətirir, deyir ki tevhidin fəzilətinin bəyanı. Birinci. İkinci gətirir ki yəni tevhidin günahlara kəfarə olması. Çünki tevhid çox əzəmətli bir məsələdir. Çox əzəmətli bir məsələdir, hansı ki o öyrənilməlidir. Müsəlmanın ən əsas öyrənəcəyi məsələ, biləcəyi məsələ tevhiddir. Çünki tevhid günahların bağışlanmasına səbəbdir. Şeyh burada deyir ki, çünki deyir, tevhidin fəzilətinin təsirindəndir ki, o günahların bağışlanmasına səbəb olur. Əgər insanda tevhid varsa, Allah'a yəni şirk qoşmaq, şirkdən uzaqdırsa, yəni onda olan günahlara tevhid inşallah Allahın istəyi ilə kəfarə ola bilir. Yəni günahların bağışlanmasına səbəb ola bilir. Sonra burada şeyh ayə gətirir, deyir ki, o kəslər ki iman gətirdilər və imanlarını zülmlə qarışdırmadılar. Sonra burada şeyh ayənin altında gətirir, deyir ki, tevhidin faydalarından gətirir, deyir ki, o insanı itaətə rəğbətləndirən, həvəsləndirən ən böyük dayaqdır. Çünki niyə? Ona görə ki, tevhid əhli, yəni tevhidə əməl edən deyək, tevhidə əməl edən bilir ki, tevhidə əməl edən yalnız Allah üçün əməl edir. Tevhidə əməl edən, yəni yalnız Allah üçün əməl edir. Və buna görə də o bilir ki, istəyir gizlində olsun, istəyir açıqda olsun, Allah onu bilir. Lakin tevhidə əməl etməyən, məsələn, burada şeyh gətirir ki, riyakar insan, riyakar olan, o deyir, məsələn, sədəqə verir, namaz qılır və Allahı zikr edir. Əgər onun yanında kimsə onu görən varsa, təkcə belə olanda o, sədəqə verir, namaz qılır və Allahı zikr edir, yalnız özünün yanında kimsə olarsa, özünü görərsə, Allah qorusun. Ona görə sələflərdən bəziləri belə deyərdilər ki, mən arzu edirəm ki, istəyirəm ki, mənim arzum odur ki, mən Allaha yaxınlaşım, Allaha itaət etməklə mən Allaha yaxınlaşım, Allaha itaətlə Allaha yaxınlaşım. Yalnız Allahın bildiyi yerdə, yəni yalnız Allahın bildiyi halda, yəni kiminsə bilməsi bundan ötürü yəni önəmli deyil. Kiminsə bilməsi bundan ötürü maraqlı deyil və deyir ki, mən arzu edirəm ki, arzulayıram ki, mən Allaha itaətlə yaxınlaşım, onu Allahdan başqa heç kəs bilməsin. Sonra burada tevhidin faydalarından şeyh gətirir, deyir ki, tevhid əhli üçün deyir ki, əminamanlıq var və onlar hidayət olunmuşlardır. Çünki Allah təala buyurur ki, o kəslər ki, iman gətirdilər və imanlarını zülmlə qarışdırmadılar, onlar üçün əminamanlıq var və onlardır hidayət olunmuşlar. Deyir ki, bu ayə nə vaxt ki nazil olanda, şeyh burada əvvəl buyurur, deyir ki, zülm nədir? Zülmü başa salır. Zülmü izah edir, deyir ki, zülm imanın əksidir. Yəni Allah'a şərik qoşmaq. Deyir ki, nə vaxt ki bu ayə nazil olanda, deyir ki, bu sahabələrə ağır gəldi bu ayə. Və dedilər ki, bizdən kim var ki özünə zülm etməyən?
Peygamber sallallahu aleyhi ve sellem onlara dedi ki, iş sizin fikirləşdiyiniz kimi değil. Yalnız burada olan qəsd, yəni zülmdən qəsd, zülmdən məqsəd, yəni Allaha şərik qoşmaqdır. Deyir, siz Salih kişinin sözünü eşitmədinizmi? Eşitmirsinizmi? Loğmanın sözünü yəni eşitmədinizmi? Çünki Allah Teala onun barəsində deyir ki, Loğman salih qul, onun dilindən Allah Teala deyir ki, inne şirke la zulmun azim. Loğman deyir ki, həqiqətən şirk ən böyük zülmdür. Sonra burada şeyh gətirir ki, zülmün növləri var. Birinci odur ki, ən böyük zülm, o da Allahın haqqında şərik qoşmaq. Yəni ibadətdə Allaha şərik qoşmaq. Sonra burada gətirir, deyir ki, insanın özünə zülm etməsi. İnsanın özünə zülm etməsi və o öz nəfsinə insanın zülm etməsi və onun haqqını verməməsi. Məsələn, deyir, oruç tutur, yəni həmişə orucda olur. Həmişə gecə namazı qılır, yatmır. Məsələn, bu cür şeyh misal olaraq gətirir ki, insanın yəni öz nəfsinə zülm etməsi, öz nəfsinin haqqını verməməsi. Sonra burada gətirir, şeyh deyir ki, insanın başqasına zülm etməsi, ona qarşı düşmənçilik etmək, həddi aşmaq, vurmaqla, öldürməklə, malı götürmək və bunun bənzəri olan şeylər. Və sonra burada şeyh gətirir ki, əgər deyir, zülm olmazsa, yəni zülm yoxa çıxarsa, yəni zülm aradan qalxarsa, hasil olan əminamanlıq olur. Zülm aradan qalxarsa, əminamanlıq artıq hasil olur. Lakin deyir, o əminamanlıq kamil əminamanlıqdırmı? Və şeyh özü cavab verir buna, deyir ki, əgər deyir, iman, yəni kamil olan imandırsa, heç bir asilik, günah imana qarışmayıb, deyir ki, onda iman kamil imandır. Yox, əgər iman yəni kamil deyilsə, naqis imandırsa, məsələn, gətirir, şeyh deyir ki, insanın böyük günah işləməsidir. Deyir ki, bu insan cəhənnəmdə əbədi qalmaqdan əminamanlıq var buna. Cəhənnəmdə əbədi qalmayacaq. Amma Allahın əzabından əmin deyil. Niyə? Çünki o, deyir ki, hətta deyir, o Allahın istəyi altındadır. Yəni, böyük günah sahibidir. Yəni, onda deyir ki, Allahın əzabından əminlik yoxdur. Niyə? Çünki deyir, Allahın istəyinin altındadır. Allah istəsə bağışlayacaq, istəməsə bağışlamayacaq. Elə buna görə günahlardan ötürü narahat olmaq lazımdır. Allah Teala buyurur ki, həqiqətən Allah özünə şərik qoşulmağını bağışlamayacaq və ondan aşağı olan günahları isə istədiyinə bağışlayacaq, istədiyinə. Və şeyh burada deyir ki, bu ayə elə bir ayədir ki, bunu Allah Teala dedi, İbrahim və onun qövmü arasında hökm olaraq Allah Teala bunu dedi. Nə vaxt ki, İbrahim Peyğəmbər onları dedi, öz qövmünə dedi ki, siz Allahın sizə haqqında heç bir dəlil nazil etmədiyi şeyləri ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm, iki dəstədən hansı əminamanlıqda olmağa daha haqlıdır? Sonra davam edərək deyir ki, iman gətirdikdən sonra imanlarını zülmlə qarışdırmayanları əminamanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Və sonra Allah Teala bu ayənin ardınca, çünki bu İbrahim Peyğəmbər desə də, bu Allah Teala'nın ona verdiyi bir dəlildir. Çünki Allah Teala buyurur ki, bunlar
öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldırıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. Və budur, tövhidin fəziləti, tövhidin günahların bağışlanmasının səbəb olması, günahlara kəffarə olması həqiqətən, yəni tövhid çox mühüm, çox önəmli bir məsələdir. Onu öyrənmək lazımdır. Öyrəndikdən sonra üzərində düşünmək lazımdır. Çünki bu sənin yəni əbədi cəhənnəmdə qalmağına yəni əbədi cəhənnəmdə qalmayacaqsan. Yəni əbədi cəhənnəmdə qalmamağına bir səbəb deyir sənin üçün. Bu əminlik sənin üçün var yəni. Ona görə tövhidi öyrənmək lazımdır və çalışıb tövhidə əməl etmək. Allah Teala bizi haqqı ilə tövhidə əməl edən qullarından etsin və sonumuzu xeyirli etsin. Allah Teala bizə xeyirli ölüm nəsib etsin. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.